Çox cücərmiş kartoflar risk daşıyır və belə kartofların alınması ümumiyyətlə tövsiyə edilmir. Bu sözləri Yeni Sabah azı açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd edib. Onun sözlərinə görə bu əlamətlər yalnız texniki kartof olmasını deyil, həm də məhsulun düzgün olmayan proseslərlə yetişdirildiyini və zədələnmiş olduğunu göstərir. Əgər belə kartof qəbul olunduqdan sonra ürək bulanma, baş gicəllənmə, ağızda acı dad və ya digər xoşagəlməz hallar yaranarsa və bu simptomlar 24 saatdan artıq davam edərsə, mütləq həkimə müraciət edilməlidir. Ekspert qeyd edib ki, ümumiyyətlə kartofu yerli və mövsümündə olan məhsullardan seçmək tövsiyə edilir. Həddindən artıq iri ölçülü deyil, orta ölçülü, səliqəli görünüşə malik, rəngi bərabər və yaşıllaşmamış kartoflar seçilməlidir. Cücərmiş və rəngi pozulmuş kartoflardan uzaq durmaq lazımdır. Mütəxəssisin fikrincə, kartofun saxlanmasına da diqqət yetirilməlidir. Ev şəraitində kartof günəş şüaları düşməyən, sərin və qaranlıq məkanda saxlanmalıdır. Başqa qida məhsulları, xüsusilə meyvə və tərəvəzlərlə birlikdə saxlanması məsləhət görülmür. Çünki bəzi məhsulların tərkibində olan maddələr bir-birinin daha tez yetişməsinə və xarab olmasına səbəb ola bilər. Bu baxımdan kartofun ayrıca saxlanılması tövsiyə olunur, deyə Hüseynova qeyd edib.